Allah sizi var eləsin. Değerli Əhl-i Beyt məddahları salamlayırıq inşallah. Bismillahirrahmanirrahim. Hamınızı salamlayırıq inşallah. Allah xeyir versin, Allah mübarək eləsin. Bəyimizin, gəlinimizin, valideynlərinə, babalarına, nənələrinə göz aydınlığı veririk inşallah. Allah bu iki gənci xoşbəxt eləsin. Allah onların gələcək günlərin xoş eləsin, ruzili bərəkətli eləsin. Allah Teala onlara əməli salih və sağlam evladlar versin bizim caddimiz xatirinə inşallah. Kərbalay Rövşən qardaşımız məclisi Allah kəlamı ilə, Əhl-i Beytin mədhi ilə keçirdir. Allah Teala Əhl-i Beytə xatir onun balasını xoşbəxt eləsin inşallah. Bugünkü günlər İslam aləmində çox böyük bayram günləridir. İndi ola bizim bilməyənlər var, bu Qədirxan bayramı haqqında qısa məlumat verərik ki, bilməyənlər də bilsin ki, nə bayramdır. Qədirxan bayramı Hazreti Resulullah sallallahu aleyhi ve aleyhi ve sellemin ömrünün axırlarında, yani ömrünün axırıncı həcc ziyarətində 120 min hacı ilə birlikdə həcc ziyarətindən qayıdarkən həmin o Qədirxan çölünə çatanda Allah Peyğəmbərə Maidə surəsinin 67-ci ayəsini nazillədi ki, ya Peyğəmbər, Allahın əmrini insanlara çatdır. Əgər bunu etməsən, elə bil ki, Peyğəmbərlik eləməmisən. Görəsən Peyğəmbərimiz o vaxta qədər hansı işi çatdırmamışdı ümmətə? Yani namazı, orucu, hacci, bütün əməlləri Peyğəmbər insanlara, müsəlmanlara öyrətmişdi. Bir məsələ qalmışdı ki, bu 23 il zəhmətlə təbliğ elədiyi dini kimə əmanət qoyub gedəcək? Ona görə bu vilayət məsələsi idi, bu xilafət məsələsi idi. Peyğəmbərimiz əmr verdi ki, 120 min hacı hamı dayandı. Peyğəmbərimiz bir saat orada xütbə eləyəndən sonra, yəni məsələnin əhəmiyyətini göstərmək üçün Peyğəmbər bir saat xütbə eləyib və xütbədən sonra Ali əleyhissalamı özündən sonra bütün müsəlmanlara Mevla və rəhbər təyin edib. Və hamı da gəlib Ali əleyhissalamı təbrik eləyib, ona beyət eləyiblər. Həmin gündür bugünkü gün. Və bu təbrikdən sonra Peyğəmbər Ali əleyhissalamı özündən sonra bütün müsəlmanlara rəhbər təyin eləyəndən sonra Qur'an-ı Kərimin ən son nazil olan ayəsi olan Maidə surəsinin 3-cü ayəsi nazil oldu. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməntu aleykum niməti və rəzitu ləkumul İslamə dina. Bu ayə nazil oldu ki, mən bugün dini sizin üçün kamilləşdirdim. Nə ilə kamilləşdirdim? Vilayətlə, Ali əleyhissalamın vilayəti ilə, onun balalarının vilayəti ilə mən dini kamilləşdirdim. Və bugün mən nemətlərimi sizin üçün tamamladım. Allah Ali əleyhissalamın vilayətinə nemət deyir, nemət. Bu bir dənə böyük nemətdir ki, biz Ali əleyhissalamın vilayətini qəbul edənlərdənik, onu sevənlərdənik. Biz buna görə gərək o ata babalarımıza təşəkkür eləyək və o dünyasını dəyişənlərin ruhuna rəhmət oxuyaq ki, onlar bizi halal ruzi ilə böyüdüblər. Biz indi Əhl-i Beyti sevənlərdənik, indi biz Ali əleyhissalamı sevənlərdənik. Allah buna böyük bir nemət deyir. Biz buna görə, bu nemətə görə nə qədər Allaha şükr eləsək azdır ki, Allah bizi bu vilayətdə qərar verib. Və buyurur, və rəzitu ləkumul İslamə dina, və mən bu İslam dinini sizin üçün seçdim. Bu İslam dininə sizin üçün razı oldum. Hansı İslam dininə? Yəni Ali əleyhissalamın vilayəti ilə olan İslam dininə mən sizin üçün razı oldum. Baxın, bir dənə də hədis mən hədiyyə eləyirəm bu məclisdə. İmam Sadiq əleyhissalam buyurur ki, 3 dənə şey var. O 3 dənə şey mömin üçün iftixar və zinətdir. Dünyada bəzi insanlar var, məsələn, var dövləti var, var dövləti ilə fəxr eləyir. Bəzisinin vəzifəsi var, vəzifəsi ilə fəxr eləyir. Bəzisi əsil nəsəbi ilə fəxr eləyir. Bunlar heç biri iftixar olması şeylər deyil. İmam Sadiq əleyhissalam bu hədisdə bizə göstərir ki, 3 dənə şey var ki, bu 3 dənə şey mömin üçün dünyada və axirətdə iftixardır və zinətdir və gözəllikdir. Nədir bu 3 dənə şey? İmam buyurur, birincisi gecə namazıdır, gecə namazı. Gecənin bir aləmində durub Allaha ibadət eləyirsən, hədisdə var ki, Allah o bəndəsi ilə fəxr eləyər. Allah mələklərinə göstərər o bəndəsini, deyər, baxın mənim o
mömin bəndəmə. Hamı yatıb, amma o isə gecənin bir aləmində durub mənə ibadət eləyir. Allah Teala əmr verər ki, onun ruzisini artırın, onun üzünü və qəlbini nurani eləyin və onun günahlarını silin. Gecə namazının çox fəziləti var. Nəyə görə Allah bu qədər dəyər verir gecə namazına? Çünki bu əməldə riya yoxdur, riya. Kiməsə göstərmək yoxdur. Yəni ola bilər bir nəfər məsələn bir fəqirə 1 manat verir, özünü cəmaata göstərmək üçün. Və yaxud başqa işlər görür ki, cəmaat görsün, özünü kiməsə göstərmək üçün bu işi görür. Amma yeganə əməl gecə namazıdır ki, bu əməldə riya yoxdur. Bu Allaha xatirdir. Bir insan gecə vaxtı durub Allaha ibadət edirsə, burada başqa bir niyyət ola bilməz. Bu Allaha xatirdir. Ona görə bu əməl dəyərlidir. Mən bu hədisi, bugünkü ailənin ki təməli qurulur, onunla əlaqələndirmək istəyirəm. İkinci İmam Sadiq əleyhissalam buyurur, mömin üçün dünyada iftixar və zinət nədir? Gözün başqalarının malında, gözün başqalarının ruzisində olmasın. Gözün Allahın dərgahında olsun. Üçüncüsü de imam buyurur ki, vilayetul imam min ali Muhammedin sallallahu aleyhi ve sellem. Yani peygamberin neslinden olan imamların vilayetini kabul eləmək de mümin için iftihar ve zinettir. Azizlerim, bugünkü aile ki bu temeli kurulur, bu hadisi biz tatbik eləyək bugünkü aileye. Ki birinci mesele ki iftihar ve zinettir nedir? İbadətdir. Eğer insanın Allah'la rabitəsi möhkəm olsa, insanın Allah'la əlaqəsi möhkəm olsa, o ailədə də sədaqətli olar, ailədə də vəfalı olar. Və Ali əleyhissalam deyir, xanım Fatimə Zəhranın barəsində, deyir ki, xanım Fatimə Zəhra Allaha gedən yolda mənə ən yaxşı köməkçi idi. Yəni həyat yoldaşı gərək ailədə Allaha gedən yolda bir-birinə dəstək olsunlar, bir-birinə kömək olsunlar. İkinci mesele ki imam buyurur, gözün başkalarının malında olmasın, gözün başkalarının var devletinde olmasın. O ailede olan problemler çok vaxt bundan yaranır ki, falan kesin evi belədir, bizim de ev belə olsun, falan kesin belə maşını var. Yani eğer Allah'ın verdiği ruziye qane olsan, ona şükür eləsən, gözün ancak Allah'ın dərgahında olsa, Allah Teala o sana verdiği az ruziye de bereket salar. Üçüncüsü de buyurur ki vilayetten ayrı düşmeyin, Əhl-i Beytdən ayrı düşmeyin. Ali Aleyhisselam'la xanım Fatimə Zəhranın ailesi bütün ailelere, bütün genç ailelere bir nümunədir ki, eğer aileler Ali Aleyhisselam ve xanım Fatimə Zəhranın ailesinden nümunə götürsələr, o ailelerde mehribançılıq olar, o ailelerde saadet olar, o ailelerde bereket olar inşallah. Allah Ali Aleyhisselam ve xanım Fatimə Zəhraya xatir bu iki genci xoşbaxt eləsin. Allah mübarek eləsin inşallah. Allah xeyir versin. Sizi yordumsa üzr istəyirəm. Bu iki gəncin xoşbəxtliyinə ötürü Muhammed Ali Muhammed'e salavat zikr edin.